Hayda, fikrim pozuldu. İslam peyğəmbərinin ilk oğlunun adı nə olub? İslam peyğəmbərinin ilk oğlunun adı Qasım olub. Qasim olub. Ona görə də ləqəb kimi, künyə kimi deyirlər ki, Əbul Qasim Muhammed. İkinci sualımız. Hansı peyğəmbər başı kəsilərək şəhadətə çatıb? Yahya peyğəmbər. Yahya əleyhissalam başı kəsilərək şəhadətə çatıb. Rabbənə ətinə fid-dunya həsənə və fil-axirəti həsənə və qina əzabənnar ayəsi ki var, qunutda oxuyuruq. Bunun mənası nədir? Hayda, fikrim pozuldu. Mən deyə bilərəm. Ey Rəbbimiz, bizlərə bu dünyada və axirətdə də yaxşılıq əta et və bizləri cəhənnəm atəşindən xilas et. Əhsan. Qurani-Kərimdə Maidə surəsi var, Süfrə surəsi. Bu süfrə hansı peyğəmbərə və hansı səbəbdən nazil olub? İsa peyğəmbərə nazil olub, amma səbəbini xatırlamam, deyə bilərsən? Səbəbi də o idi ki, bir qrup dəstə gəlib deyirlər ki, möcüzə göstər, iman gətirək. İsa peyğəmbər də deyir ki, möcüzə gəlsə, iman gətirməsə sizə bəla nazil olacaq. Onlar deyir ki, biz razıyıq, möcüzə gəlir, süfrə nazil olur, onlar isə iman gətirmirlər və Allah onlara böyük bir bəla məhv eləyir. Gözlə bir dənə gözümü qaşıyım. Deyim. De. Məşəd şəhərinin əvvəlki adı nə idi və indiki Məşəd sözünün mənası nədir? Əvvəlki adı Xorasan idi. İndiki Məşəd adda İmam Rızanın şəhadətə çatması ilə bağlıdır. Bəli, şəhadətə çatmış bir yer. Aşağıdakı surələrin hansında 17 peyğəmbərin adı çəkilib? 1. Əla surəsi, 2. Ən'am surəsi, 3. Tariq surəsi. Ənam. Bəli, Ən'am surəsi Quran hafizliyinə hazırlaşıranlar müəllim. Rəsmiyyətinizə görə Xəqani müəllim siz qalibsiniz. Belə elminizə görə də siz Anar bəy qalibsiniz.